Dillənəcəkdir. Arazdan götürüb daşı da çalsan, daş da insan kimi dillənəcəkdir. Axıb nərmə-nərmə gəldin baharla, çaldın şır-şır axan buz bulaqları, nazik simlər üstə çaldın buqarla, uzun dərələri, uca dağları. Dedim xalqallısan, söylədi bəli, əslim oralıdır, yurdum əncəli. 50-dən aşkın kitab payı verib Azərbaycana. Bir mətbəəçi kimi bütün yazarların qulluğunda olub. Buyursun Elçi bəy cənabları. Birinci salda əyləşən duruş dodaqları alqışlayaraq salamlayıram. Özümə güvənirəm ki, ömrümdə bir dəfə də olsa göz və göz görmədiyim dostlarımı, vətəndaşlarımı, dildaşlarımı görə bilirəm. Bu mənim üçün bir uğurdur. Bu mənim ömrümə bir fayda. Amma sözümün birinci çağında böyük sonra Tahir adının üstündə rəhmətlik yazıya bir münasibətim var. Burada böyük uzmanlarımız, şairlərimiz, yazarlarımız var. Məncə şairlər, yazıçılar, uzmanlar ölmürlər. Çünki ölüm dirim insanın əlində böyür. Həqiqətən araşdırılanda belə ələ gəlir ki, insanın nə bu yaşama gəlməyi, dünyaya gəlməyi və nə ölməyi öz əlində deyil. Amma bu ortalıqla verilən o pay, ömrü necə yaşamaq öz əlindədir. Məncə Söhrəb Tahir boyuna qoyulan şələni yetərincə yerinə yetirmiş bir uzmanlardandılar. Nəinki bunlar ölməyiblər, bəlkə bunlar Ay Düxtür Şərifinin buyurduğu kimi 60 il, 65 il yaradıcı aləmlərində incəliklə bizim olaylarımızı, xoşluğumuzu, çətinliyimizi, ailələrimizi, həsrətimizi incə sənətə közülüb, bəlkə 500 il bundan sonraki yaşayan törəmələrimizə çatdıran bir uzmanımızdılar. Bəs mən cəmilərdən şair, yazıcı ölmür. Rəhmətlik o şəsədiyyədir ki, bundan əsər qalmır. O gəlir bu dünyada fəqət mal daricadır, pul daricadır, nə bilim ki, muamilə daricadır və axırda da ki, xəbərsiz ölüb yaxasını tutur o həyatın dəyişir. Amma Əncəli şəhərindən sizlərə qucaq-qucaq salamlar getirmişəm. Böyük vəzinin türbəsindən sizə salamlar getirmişəm. Naşam şairimiz Yusuf'un adını aparmasam günah olar. Ben gəlmişəm ki, 250 il bundan qabaqdan oranın kökün qaynağan türklər qoyublar. Amma bir yol xəstəxanaya yolun düşəndə güvey Quzey Azərbaycandan bir xəstəni oraya gətiriləndə qışqır bağırına hay veriliyəndə Rəşnin xəstəxanasında mən bunun harayda çatdım. Dildaşım, nə indi? Xəstəyəm, bura pənah gətirmişəm. Yardıma ehtiyacım var. Tip batsın. Həstarı çağırarkən müraciət edədim buraya. Onlar da bir kimsəni nişan verdilər ki, onu axtartar. Tapdım, gətirdim, Türkçə onun başına qışqırdım. Dedim, canım, xəstə burada can verir, gəl da, əydi qız mənə də dedi. Dedi, bir 2 yer qovuşum dedi. Mənim dilimi bu məmləkətdə ki, bunun mədəniyyəti, tarixi, varlığı mənim dilimdə gedib, bir söğüş kimin Allah'ını bu vətəndaşıma. Mən yerdən gəlmişəm ki, 1993-cü illərində dədələri nə bilir, Güclək, Fars, Türk olan dədələri, Erməni olan uşaqları gətirmişdilər. Əncəlinin xiyabanlarında aparırdılar ki, güya ki, bunların dədə babaları, Türklər, Azərbaycanlılar Qarabağda öldürüblər. Mən o yerdən gəlmişəm ki, dərnəklərə yığışanda Farsça, Güləşlə şeirlərimizin cingiltisi Gülanın bu başından vurub, o başından çıxanda əyal üstə bizə alqışlayırlar.
Amma bizcə türkçü şeir oxuyanda hamısı əl qaldırırlar ki, biz başa düşmədik, biz bunu bilmədik, biz bunu anlamadıq. Bir yollar mən çox əsəbləşərək ona belə bir müraciət edədim. Faris müəllim. Dedim ki, çox üzr istəyirəm səndən. Uzmanlarımızdan da üzr istəyirəm. Dedim, xavuş mən səni şəhri olur, bilgəl olur. İlan bir cənə tarihizdə barışmara nəfə. Xavuş mən sənə. Barışmarama nəfə. Amma Söhrab Tahir haqqında danışmaq uzun bir vaxt istəyir. Niyə ki, Ağay Düzdür Kərimi bizim fədai bölümdə bir olay yaşatdığımız tarixdə incə sənət aləmində yaranmış insanlara nəzər salanda onların sazı ilə, sözü ilə tarixə düşən Aşıq Hüseyn Cavanı, Mədinə Gülgünü, Balaş Azəroğlunu, Söhrab Tahiri, Məhəmməd Biryanı hamısını bir yana qoyanda Söhrab Tahirin yaradıcı aləmi bir zərrənə qızğınlığı var. Bir zərrə otu alığı çoxdur. Niyə otu alığı çoxdur? Ona görədir ki, Söhrab Tahir o yerdə yaşamışdır ki, onun yaşadığı şəhər, Astara şəhrinin iki ortasından dəmir məftillər geçmişdir. Bunu öz gözü ilə görmüşdür Söhrab Tahir. Şayət bizim gənclərimiz bugün Təbrizdə yaşayanlar heç o dəmir məftilləri görməyiblər ki, iki xalq arasında çəkilir. Amma Söhrab Tahir orada oynamışdır. Orada yıxılıb durmuşdur ki, bir şəhrin ortasından dəmir məftillər çəkilmişdir. Birdən əgər başmağın atanda o taya düşəndə onu əlinə gətirə bilmirdi. O həsrətlə yaşamışdı. O həsrətlə bara gələn bir gənc özündən belə asar da qoymalıydı. Bizim fədai incəsənət yazarlarının içində Aşıq Hüseyn Cavanın hay-harayı əgərsə Güney Azərbaycana çox axın eləyibsə, Məhəmməd Biryanın keçirdiyi miskili Güneyə, Təbrizə, Ərdəbilə, Zəngana, Həmədana, Ənzəriyə, Astarıya gəlibsə, Söhrab Tahirin kitabları, yazıları Ağay Düzdür Kərimi buyuran ki, niyə bu tayda paylanmayıb? Bu mənim üçün bir anlaşılmaz bir andır. Qalmışam mənə, niyə belə? Amma Söhrab Tahir bir doğulduğu mühütün fədai dedicimiz bir tarixin ortasında uzmanların içində yaşayan bir gənc ki 21 yaşında fədailərə qoşulur və buradan nə bilim ki ordu zabitçiliyi üçün o taya geçir, orada danışqa fakültəsini bitirib qayıdıb bu tayda öz xalqının qulluğunda olarkən oyunbazlar nə edirlər? Ölkəni iki yerə böləndən sonra gənc Tahir öz ana torpağına, öz şəhrinə dönə bilmir. Dəmir məftillərin arxasında qalır. Ona görədir ki, uzun vaxtları o tayda sığınıb qalmağı üçün ölkənin o tayı yoxdur. Kuzey Azərbaycan bir dənədir. Amma çox anların Tahir Söhrab gəlib simxarlar arxasından anasının türbəsinə, ata babasının türbəsinə baxa-baxa həsrətlə, göz yaşları ilə yazdığı şeylər insanın sürgünə ilir olur. Boynumuza böyük təklifini yaşat tanıyıdır, şeirləri yayıdır və bir qədər etiraz edir ki, onun haqqında günahkarlıq. Ancaq bu 20 dəftər şeirlər, 20-dən artıq şeir dəftəri var. Və ondan da artıq hikayə və roman kitabları var. Əlbəttə, mən bir kitabım var, Azərbaycan Çağdaş Ədəbiyyatı. Bu 2006-da İstanbul'da çap olur. Və xoşbəxtlərlə bu tezgran da İranda da çap olur. Çünki 2 dəfə onu intişarat-ı əxtər, intişarat-ı nəbati, mücəzzəzə verdən dediklə ala bilmirlər. Ama bu dəfə qumdan mücəzzəni alıblar, inşallah çap olacaq. Ki bunun bir fəsməsən, mən xüsusən Söhrab Tahir'ə. Söhrab Tahir'in kitablarından neçəsi budur. Əvvəlin kitabı Ay Işığındadır.
İran'da yazdığı şiirleri. Yani 1924-25'te, mesela 25'te yazdığı şiirler ki toplanıp ay ışığı diye. Hayat sevgisi, benim yolum, kulak, senden uzakta, kırılan zincirler, ölümden güçlü, dönüş levhaları, hayattan ucak, fedai yerleri, İnkılap kartalı, emanet, vatan hatırına. Bunlar şiir defterleridir. Ancak onlar ki hikaye gibi veya roman gibidirler. Gel görüşek, hikayeler topluluğudur. Ateş Kulağı, hikayeler topluluğudur. Settarxan bir romandır. Ben seni görmüşəm, romandır. Bir kız dövüşken paltarında. Bu neçə dənə uzun dastandır. Ne romandır, ne küçük hikaye. Ancak bilirim, bunun üreyi vətənlə duyulur. Vətəndən nə intizarı var? Özün vətənə fəda edir. Güzel bir şiiri var, ben həmişə bağıran, özüm de bunu okuyanda şöyle mənə bir əsər olur, çok yapışmıyor. Ancak ben bunu okuyanda özüm görürüm ki bu ne eşklə bu şiiri deyir. Ana vətən, Azərbaycanım, mən də sənin yitirmələm. Gözlərimi itirirəm, üstümdəki haqqı sayı itirmələm. Düz seçmişəm talimin hədəfini, yaşayıram öz xalqımın arzusunu, şərəfini. Mən vətən deyilən tutulur dilim, bəs sənin dilini kim aldı vətən? Nə qədər mən varam bu dünyada bilin, sənin dilsizliyin mahaldır vətən. Belə bir insan hətta bu şiir uzundur, vətənə deyir, mən vətən deyiləm, dinir arzular, ayağa duraram vətən dilində. Bu şiir uzundur, inşallah dostlar, bunlar ki səsləri qəşəngdir, qəşəng şiir okuyabilirler. Hətmən bunu okuyacaqlar. Oradan bir fürsət tapaq ki, bunlara dinləyək. Mən vaxtı çox adlayım. Sağ olun.